Hər vaxtınız xeyir. Dağıstanın paytaxtı Maxaçqaladan salamlayıram sizi və ötən həftənin xəbər blokunu məhz buradan başlayıram. Son günlər regionda baş verən güclü yağışlar və daşqınlar regionda ciddi fəsadlar törədibdir və Dağıstanın müxtəlif ərazilərində, xüsusilə də ən ağır fəsadların müşahidə olunduğu Mametqala qəsəbəsində vəziyyəti elə öz gözlərimlə gördüm. Bu barədə və ümumiyyətlə ötən həftənin digər vacib xəbərləri barədə bir qədər sonra ətraflı danışacağım. Hələlik isə xatırladım ki, sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycana Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Əvvəldə də qeyd etdiyim kimi ilk olaraq Dağıstandakı fəlakətdən başlayaraq mart ayının sonlarından və aprelin əvvəlində yağan aramsız və intensiv leysan yağışları nəticəsində burada geniş miqyaslı daşqınlar baş veribdir. Maxaçqala, Dərbənd, Xasavyurt, Kaspisk və digər şəhərlər təbii fəlakətin təsirinə məruz qalıbdır. Bəzi ərazilərdə vəziyyət o qədər ağır olub ki, fövqəladə vəziyyət əvvəl yerli, daha sonra isə federal səviyyədə elan edilibdir. Mütəxəssislər daşqınların əsas səbəbləri kimi kollektorların süni şəkildə bağlanmasını, çay yataqlarında yığılan tullantıları və hidrotexnik qurğuların zədələnməsini göstərir. Nəticədə çaylar məcrasından çıxaraq yaşayış məntəqələrini su altında qoyubdur. Rəsmi məlumatlara görə 9 yaşayış məntəqəsində yüzlərlə ev, həyətyanı sahə və yollar zərər görübdür. Ümumilikdə 6000-dən çox insan bu fəlakətdən zərər çəkibdir. Təəssüf ki, həyatını itirənlər də var. Mametqalada isə gördüyüm mənzərə həqiqətən də ağır idi. Palçıqlı su küçələri basıb, bəzi evlər tamamilə yararsız hala düşübdür. İnsanlar hələ də fəsadları aradan qaldırmağa çalışır. Elə olduğum Maxaçqalada da vəziyyət tam normallaşmayıbdır. Bəzi küçələrdə su qalır, avtomobillər zədələnibdir, servis mərkəzlərində növbələr yaranıbdır. İçməli su ilə bağlı problemlər də davam edir və yerli sakinlərə əsasən qaynadılmış və ya qablaşdırılmış sudan istifadə etmək tövsiyə olunur. Bununla yanaşı xilas etmə və bərpa işləri davam edir. Minlərlə mütəxəssis və texnika əraziyə cəlb olunubdur. Zərər çəkənlər üçün müvəqqəti yerləşdirilmə məntəqələri yaradılıbdır. Yol saldığımız həftənin daha bir mühüm xəbəri Rusiya tərəfinin 24-cü ilin dekabrın 25-də Aktau yaxınlığında Azal təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcəyi ilə bağlıdır. Bu barədə Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin birgə bəyanatında deyilir. Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq tərəflər 25 dekabr 24-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində Azərbaycan hava yollarına məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Stat, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı, bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Statın sonu. Xatırladım ki, 24-cü ilin dekabrın 25-də Azərbaycan hava yollarının J2-82-43 nömrəli Bakı-Grozno reysini yerinə yetirən Embraer 190 təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıbdır. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfəri isə sağ qalıb və təyyarə Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Grozno üzərində vurulub. Rusiyada miqrantların ölkədən çıxarılması üçün əsasların sayı əhəmiyyətli dərəcədə artırıla bilər. 2024-cü ildən etibarən Dövlət Duması miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş 22 federal qanun qəbul edibdir. Onlardan 18-i deputatların təşəbbüsü ilə irəli sürülübdür. Bu addımların əsas məqsədi qanunsuz miqrasiyanın qarşısını almaq və ölkəyə qeyri-qanuni girişlərin məhdudlaşdırılmasıdır. Gözlənilir ki, yaxın günlərdə Dövlət Dumasının Şurası ictimai təhlükəsizliyin artırılması və xarici vətəndaşların
davranışına nəzarətin gücləndirilməsi ilə bağlı yeni qanun layihəsinin müzakirəsinə başlayacaqdır. Hazırda Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində miqrantların ölkədən çıxarılması 22 maddə üzrə məsuliyyət tədbiri kimi nəzərdə tutulur. Bu maddələr narkotik vasitələrin qanunsuz dövriyyəsi, qadağan olunmuş təbliğat formaları, həmçinin miqrasiya qaydalarının və dövlət sərhədi rejiminin pozulması daxildir. Rusiya Daxili İşlər Nazirliyinin son məlumatına görə 25-ci ildə qanun pozuntularına görə ölkədən 72 minə yaxın xarici vətəndaş çıxarılıb. Yeni qanun layihəsinə əsasən miqrantların çıxarılması ilə nəticələnə biləcək inzibati xətaların siyahısının demək olar ki, 2 dəfə artırılması, 22 maddədən 43 maddəyə çatdırılması təklif olunur. Təklif edilən dəyişikliklərə ictimai asayişin pozulması, hüquq mühafizə orqanlarının qanuni tələblərinə tabe olmamaq, həyata əhəmiyyətli infrastrukturun fəaliyyətinə maneələrin yaradılması, internetdə insan ləyaqətini təhqir edən məlumatların yayılması, eləcə də Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınmasına yönəlmiş ictimai çağırışlar kimi hallar da daxil edilə bilər. Bundan əlavə, bəzi hüquq pozuntularına görə təkcə ölkədən çıxarılma deyil, həm də cərimələrin artırılması da nəzərdə tutulur. Qanunvericilik təşəbbüsü qəbul olunacağı təqdirdə Rusiyada miqrasiya sahəsində nəzarətin daha da sərtləşdirilməsi və xarici vətəndaşların məsuliyyətinin artırılması nəzərdə tutulur. Rusiyada yeni doğulan uşaqlar üçün vətəndaşlığın təsdiqi prosedurunun sadələşdirilməsi təklif olunubdur. Təşəbbüsə əsasən bu prosesin valideynlərin daxili işlər orqanlarına müraciəti olmadan avtomatik qaydada həyata keçirilməsi nəzərdə tutulur. Hazırda uşağın vətəndaşlığının təsdiqi üçün valideynlərin müvafiq quruma şəxsən müraciət etməsi və doğum haqqında şəhadətnaməyə xüsusi qeyd vurulması tələb olunur. Halbuki valideynlərin vətəndaşlığı ilə bağlı məlumatlar artıq dövlət reyestrlərində mövcuddur. Bununla belə proses hələ də müraciət əsasında həyata keçirilir və bəzi hallarda hər iki valideynin iştirakı, eləcə də əlavə sənədlər tələb olunur. Vətəndaşlıqla bağlı qeydiyyatın olmaması, gələcəkdə uşağın şəxsiyyət vəsiqəsi və xarici pasport alması, yaşayış yeri üzrə qeydiyyatı və sosial müavinətlərdən yararlanması zamanı çətinliklər yarada bilər. Təklifə əsasən uşağın doğumu qeydə alınan andan məlumatların avtomatik şəkildə qeydiyyat orqanlarından daxili işlər sisteminə ötürülməsi və valideynlərdən biri və ya hər ikisi Rusiya vətəndaşı olduqda uşağa avtomatik olaraq vətəndaşlıq statusunun verilməsi nəzərdə tutulur. Gözlənilir ki, bu dəyişikliklər ailələr üçün inzibati maneələri azaldacaq, əlavə müraciət ehtiyacını aradan qaldıracaq, növbələri minimuma endirəcək və mümkün korrupsiya risklərini aşağı salacaq. 2026-cı ilin əvvəlindən etibarən Rusiya turizm məqsədi ilə daxil olan əcnəbi vətəndaşların sayında əhəmiyyətli artım qeydə alınıbdır. Rusiya Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən miqrasiya xidməti bildirib ki, miqrasiya uçotuna alınan turistlərin sayı 25-ci ilin eyni dövrü ilə müqayisədə 33%-dən çoxdur. Qurumun məlumatına görə ən çox xarici turist Moskva, Sankt-Peterburg, həmçinin Murmansk vilayəti, Irkutsk vilayəti və Primorsk diyarı ərazilərində miqrasiya uçotuna alınıbdır. Nazirlik bir daha xatırladır ki, yaşayış yeri üzrə miqrasiya uçotu bildiriş xarakteri daşıyır və hər bir qəbul edən tərəf əcnəbi vətəndaşın yerləşdirilməsi barədə daxili işlər orqanlarına vaxtında məlumat verməlidir. Qüvvədə olan qaydalara əsasən mehmanxanalar və digər yerləşdirilmə vasitələri əcnəbi vətəndaşların gəlişi barədə məlumatları onların gəldiyi gündən sonraki bir iş günü ərzində, ölkəni tərk etmələri barədə məlumatları isə çıxış günündən sonraki iş gününün saat 12:00-dək müvafiq orqanlara təqdim etməlidir. Qurum qeyd edib ki, bu tələblərə əməl olunması bütün qəbul edən tərəflər üçün məcburidir. Məlum olduğu kimi, Rusiyada ailədə uşaq dünyaya gəldikdə materinski kapital ödənilir. Söhbət Rus vətəndaşı və sonradan Rusiya vətəndaşlığını qəbul edənlərdən gedir və hazırda Dövlət Dumasında yeni vətəndaşlar üçün analıq kapitalının verilməsi qaydalarının dəyişdirilməsi təklif olunur. Müvafiq qanun layihəsi rəy alınması üçün artıq hökumətə də təqdim edilibdir. Dövlət Dumasının müvafiq komitəsinin rəhbərliyinin bildirdiyinə görə təşəbbüs analıq kapitalı hüququnun yalnız Rusiya vətəndaşlığı əldə edildikdən 5 il sonra verilməsini
nəzərdə tutur. Qeyd olunur ki, bu addım sosial təminatdan sui-istifadə hallarının qarşısını almağa yönəlibdir və belə halların əsasən əvvəllər əmək miqrantı olmuş yeni vətəndaşlar arasında müşahidə edildiyi vurğulanır. Bununla yanaşı təklif edilən məhdudiyyətlər bütün vətəndaşlara şamil olunmayacaq. Belə ki, doğumla vətəndaşlıq alanlar, dövlət köçürmə proqramının iştirakçıları, yeni regionların sakinləri, xüsusi hərbi əməliyyat iştirakçıları və onların ailə üzvləri, eləcə də döyüş veteranları bu tələbdən azad ediləcəklər. Maraqlı məqam odur ki, qanun layihəsinin izahat hissəsində bildirilir ki, Rusiya vətəndaşlığını ən çox yaxın xarici ölkələrdən gələn şəxslər alır. Bunlara Tacikistan, Qırğızstan, Ermənistan, Azərbaycan, Özbəkistan və Qazaxıstan vətəndaşları daxildir. Sənəddə qeyd olunur ki, vətəndaşlığın əldə edilməsinin əsas səbəbi əmək miqrasiyası və sonradan Rusiya pasportunun rəsmiləşdirilməsidir. Və elə mövzu ilə bağlı ekspertlər bildirir ki, bu təşəbbüs Azərbaycan vətəndaşlarına da ciddi təsir göstərə bilər. Xüsusilə Rusiyaya işləmək üçün gedən və sonradan vətəndaşlıq alan Azərbaycanlılar bu dəyişikliklərdən birbaşa təsirlənəcəklər. Qanun qəbul olunarsa, onlar analıq kapitalından dərhal yararlana bilməyəcək və bu hüququ əldə etmək üçün ən azı 5 il gözləməli olacaqlar. Ekspertlərin isə fikrincə bu vəziyyət uzun müddətli olaraq Rusiyada yaşamaq və vətəndaşlıq almaq istəyən ailələr üçün sosial ödənişlərə çıxışı məhdudlaşdıra bilər. Eyni zamanda bu cür dəyişikliklər bəzi şəxslərin vətəndaşlıq alma qərarına və ya bu prosesin nə vaxt həyata keçirmələrinə də təsir göstərə bilər. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zayem Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.